Xarici güclərin ölkəni parçalamaq cəhdlərinin qarşısını aldıq. Bunu İranın yeni ali rəhbəri Müçtəba Hüseyni Xamneyi xalqa ilk müraciətində bildirib. Onun sözlərinə görə Hörmüz boğazının bağlanmasından mütləq təzyiq vasitəsi kimi istifadə edilməlidir. O bəyan edib ki, qonşu ölkələrlə dostluğa inanır, amma ABŞ-nin hərbi bazaları orada bağlanmalıdır. Əks halda onlara hücumlar davam etdiriləcək. Ölkənin ali lideri qeyd edib ki, İran tərəfi maliyyə zərərinə görə kompensasiya tələb edir. Stat, biz rəqibdən kompensasiya tələb edəcəyik və əgər o imtina etsə, onun əmlakından lazım bildiyimiz qədər götürəcəyik. Əgər bu mümkün olmasa, onun əmlakının eyni miqdarını məhv edəcəyik. Statın sonu. Xamneyi həmçinin münaqişənin davam edəcəyi təqdirdə yeni cəhbələr açacağını da vəd edib. İsraillə birgə İrana qarşı əməliyyatın məqsədi Tehranın nüvə silahı hazırlamasının qarşısını almaqdır. Bu barədə isə ABŞ prezidenti Donald Trump Truth Social'da yazıb. Birləşmiş Ştatlar şübhəsiz ki, dünyanın ən böyük neft istehsalçısıdır. Ona görə də neft qiymətləri artanda biz daha çox pul qazanırıq. Lakin prezident kimi mənim üçün daha böyük maraq və əhəmiyyət kəsb edən məsələ İranın nüvə silahına sahib olmasının və Yaxın Şərqin, əslində bütün dünyanın məhv edilməsinin qarşısını almaqdır. Mən heç vaxt bunun baş verməsinə icazə verməyəcəm, deyə Trump paylaşımında qeyd edib.